Dostlar, MetaTrader dərslərinə, Forex dərslərinə xoş gəlmişsiniz. Həmişəki kimi bugün də yeni bir mövzumuz var. Mən istəyirəm ümumiyyətlə bu günlərim qrafiklər haqqında söhbət edim ətraflı şəkildə. Yəni bilməyən və yaxud da yeni qoşulan dostlarımıza, traderlərimizə bir məsləhətlər də verim. Həm də qrafiklər üzərində işlənişləri göstərim, qrafiklərin oxunma qaydalarını göstərim. Bu qrafiklərdə məsəl üçün özünüz istədiyiniz bir şablon qrafiklər də düzəldə bilərsiniz. Bunların bir-bir hamısını bu dərslərimizdə danışacağım. Hər hansı bir əməliyyat paneli üzərindən algı etmək, satqı etmək və yaxud da zərər durdur, kar al nöqtələrin, punktların ümumiyyətlə onları göstərəcəm. Elə isə başlayaq. Birinci növbədə onu bildirmək istəyirəm ki, yaxşı olar ki, qrafiklərinizdə, yəni panelinizdə olan hər hansı bir qrafik varsa onu bağlayasınız. Əgər işlem eləməmişsinizsə, mən də bağlayıram. Bəli, mən də bağlayıram bir-bir, baxın. Bir də onu deyim ki, qrafikləri əgər bağlamaq istəyirsinizsə, X düymələrini üzərində panel bağlamaq üçün X düymələrindən də istifadə edə bilərsiniz və yaxud da ki, bu alt nöqtədə göstərilir bizim açdığımız panellərin üzərinə sağ düyməni basaraq zakrit da edə bilərsiniz. Eyni qaydalarla silinir. Gördüyünüz kimi panelimizi silmişik, panelimiz boşdur və hər hansı bir əməliyyat paneli üzərində bir iş görək. Məsələn, euro-dollar. Məsələn, euro-dolları panelimizə əlavə eləmək üçün bir çox yollar var. Əvvəlcə ən sadəsindən danışım. Ən sadəsi odur ki, yəni üzərinə gətirərək, hansısa əməliyyat alətinin üzərinə gətirərək sol düyməni basırıq və sürükləyərək həmin boş səhifəmizə atırıq. Atdığımız kimi burada sürükləyərək bura atırıq və bir metodumuz budur. Yəni paneldən həmin aləti sürükləyərək atırıq bura və burada genişlət düyməsi var. Ondan da istifadə edə bilərik. Eyni anda səhifəmizi bağlamaq istəyiriksə yuxarıda bağla, yəni kres vururuq. Və yaxud da digər bir yolu odur ki, məsəl üçün istədiyimiz əməliyyat panelinin üzərinə sağ düyməni basmaqla Akno qrafika bunu vurmaqla eyni qayda ilə yəni panelimizi açırıq. Ümumiyyətlə burada mən nəyin haqqında danışmaq istəyirəm? Əsas burada bizə verilən 3 qrafiklər var. Birincinin adına deyirlər bar qrafiki, ikincisi mum çubuqları və üçüncüsü sadəcə liniya xətlərdir. Yəni onlarla istifadə olunur. Ümumiyyətlə liniya xətlərindən Forex bazarında demək olar ki, qrafiklərin oxunmasında istifadə olunmur. Sadəcə liniya xətlərindən istifadə olunur ən çox indikatorlarda. Bu barədə yəni elə də böyük əhəmiyyət yoxdur danışmaq. Bar qrafikləri və mum çubuqları haqqında danışmağımıza dəyər. Çünki qrafiklərin oxunmasında ən böyük rollardan biri olan bar çubuqları və mum çubuqlardır. Qrafikimiz bu vəziyyətdə çox uzaq vəziyyət göstərir. Burada heç bir şey oxumaq olmur. Bunun üçün biz nə etməliyik? Özümüz üçün qrafiki sadələşdirib və həmin sadələşdirdiyimiz qrafiki bir növ qeydiyyata almalıyıq ki, digər bir panellər üzərində hər şey görürükdə sadəcə birbaşa tətbiq edək. Bunun üçün nə etmək lazım? Əvvəlcə biraz kiçildirik, daha doğrusu böyüdürük biraz. Bəli, biraz da böyütsək görürük. Burada deməli içi dolu xanalar var, yəni mum çubuqlar var və içi boş mum çubuqlarımız var. Fikir verirsiniz, bax burada var. Əvvəlcə onu demək istəyirəm ki, biz qrafikimizi sadələşdirməkdən ötürü onu özümüz üçün rəng çalarlarına çevirməliyik və gözümüz ağrıtmayacaq dərəcədə və necə deyərlər, ən azından rahat görməyimiz üçün. Bu cür məsələnin grafikin yerləşməsi mənim üçün elə də əlverişli deyil. Onun üçün mən onu sadələşdirib və özüm üçün qeydiyyata alıram. Onun üçün nə edirik? Grafikin üzərində sağ düyməni basaraq svojstva bölməsinə düşürük və yaxud da birbaşa F8 basmaqla bu bölməyə gələ bilərik. MetaTrader 4 platforması özü bizim üçün qrafikə 3 əsas rəngçaları verib. Sarı rəngçaları, yaşlı rəngçaları və ağ, necə deyərlər, ağ və qara rəngçalarları qoymuşdur. Əgər sizin üçün necə rahatsa bu üçündən də istifadə edə bilərsiniz. Məsələn, vururıq, görürük, bax, səhifəmiz
rəng çalarına çevrildi və qrafiklərimiz yenə ağ və qara ilə işarə olundu və yaxud da digər bir yolla yenə eyni qayda ilə Svojstva və yaxud da F8 bölməsini basaraq buradan öz rənglərimizi seçə bilərik. Məsələn, sadələşdirə bilərik. Bunun üçün nə etmək lazımdır? Normalda, qoy bunu deyim, sonra göstərərəm. Normalda, yəni yüksələn mum çubuğu ilə düşən mum çubuğunun standart rəng kimi qoyurlar ki, yəni insanlar özləri seçilən bu rənglər ki, bunlarla rahat istifadə eləsinlər. Yüksələn rəng çalarıdırsa yaşılla qeyd edirlər, düşən yəni rəng çalarıdırsa qırmızı ilə qeyd edirlər. Gəlin biz də o cür tətbiq eləyək və görək necə alınır. Deməli, yüksələn bunu biz yaşılla qeyd eləyək və düşən rəngçalarımızı da qırmızı ilə qeyd eləyək və OK düyməsini basmaqla saxlanı edirik. Bəli, bu cür qayda ilə biz çox rahat da görürük və gözümüzdə ağramır. Əgər yox istəsəniz ki, bu arxa setkalar da sizə maneçilik törədirsə, yenə eyni qayda ilə sağ düyməni basaraq setkanın üzərinə vurur və setka itirir. Və belə çox da rahat və gözə uyğun şəkildə gəlir. Burada avtopakrutka var, bir də smişeni qrafika var. Bunların mənası nədir? Avtopakrutka yəni hər bir zaman aralığında avtomatik yüksəlişin və yaxud da düşüşün qrafikləri həmin ana qədər sürüklüyür. Əgər biz bunu yığışdırsaq, istədiyimiz zaman aralığına qayıda bilərik və ta ki avtopakrutka düyməsini basmamışıqsa, bu heç vaxt dala qayıtmır və yaxud da özünüz dala qaytara bilərsiniz. Yəni avtomatikdir. Və burada smişeni qrafika isə hər dəfə qrafikin qarşısını boş göstərir və həmin qrafiklərin hərəkət etməsini rahat görmək olur. Gördünüz? Vurduq üzərinə və bu hissəmiz boşdur. Burada qrafiklər necə hərəkət edəcək, biz bunu asanlıqla görə bilərik. Bu bir qaydası. Ümumiyyətlə, qrafiklərin oxunması. Qrafiklərin oxunması barəsində qrafikimizi biraz da böyüdək və baxaq. Əsasən qrafiklərin üzərində hərəkət etməmişdən əvvəl zaman aralıqlarına mütləq fikir vermək lazımdır. Burada 15 dəqiqə var, 5 dəqiqə var, 1 dəqiqə var, yarım saat, 1 saat, 4 saat, 1 gün, 1 həftə və yaxud da 1 ay. Ümumiyyətlə, qrafiklərlə işləyən zaman, yəni mən məsləhət görürəm, 30 dəqiqədən az olmayaraq istifadə qaydasını eləyə bilərsiniz. Əgər siz alış və yaxud da satışınızı qısa bir müddətdə etmək istəyirsinizsə, 1 saat və 4 saat və yarım saat bu zaman aralıqlarında eləməniz məsləhətdir. Gəlin məsələn götürək yarım saatlıq. Baxın burada minut 5 və burada saat işarəsi də var, periodlar var. 1 dəqiqə, 5 dəqiqə, 15. Yəni eyni qaydada bunun birinin açıqlamasını verir. Gəlin yarım saat ərzində biz baxaq zaman aralıqları evro dollarda necə dəyişir. Yəni qrafika ən azından oxuyaq. Ümumiyyətlə onu bildirmək istəyirəm ki, keçən dərslərimizdə də bildirdim. Altdakı panel bizə həmin qrafikin, həmin zaman aralığındakı olan dəyişimini göstərir. Baxın, görürsünüz 23 sentyabr 05:00-da məsələn. Hal-hazırda da 24 sentyabr 09:00-dan etibarən yarım saat ərzində hərəkət edir. Baxırıq, baxın, bu aralıqda. Buradan da qeyd edirik və baxın 24 08:00-da. Bu zaman aralığından etibarən yarım saat ərzində hərəkət edib hal-hazırda indiki vaxtımıza qədər. Ümumiyyətlə onu bildirmək istəyirəm ki, bu mum çubuqlarının hər biri qoyduğumuz zaman aralığı qədər hərəkət edir. Yəni gördüyümüz hər bir mum çubuğu yarım saatlıq mum çubuqlarıdır. Yəni hər biri yarım saat ərzində nə qədər dəyişikliklər eləyib onu bildirir. Məsələn, bu iki çubuq hal-hazırda tamamlanmayıb. Məsələn, bu iki çubuğu götürək. İki çubuğu götürməyək, 1, 2, 3, 4. Bu 4 çubuğu götürək. Bu 4 çubuğumuz 2 saat ərzində dəyişilən zaman aralığını göstərir. Yəni 2 saat ərzində məsələn hansı səviyyədən 1.28.58 səviyyəsindən